Eybəcərlər anası Guy de Maupassant. Mən bu yaxınlarda çimərlikdə bütün varlıların sevimlisi, kübar mühitində yaxşı tanınan, hamını valeh edib hörmət qazanan cavan, zərif, gözəl göyçək bir Parisli xanımı görəndə o iyrənc, murdar hadisə və o mənfur qadın yadıma düşdü. Söyləmək istədiyim əhvalat çoxdan olmuşdur, amma elə hadisədir ki, onu heç cür unutmaq olmur. Dostlarımdan biri məni öz kiçik əyalət şəhərlərinə qonaq çağırmışdı. O öz şəhərlərinin bütün görkəmli yerlərini mənə göstərdi. Məni hər yerə apardı. Öz gözəlliyi ilə şöhrət qazanmış bütün mənzərəli yerlərə tamaşa etdik. Qədim qəsrlərə, emalatxanalara, xarabalıqlara, kilsəyə getdik. Qədimdən qalma şəbəkəli naxışlı qapılara, abidələrə, nəhəng gövdəli qəribə ağaclara, müqəddəs Andrey palıdına, Rukkubaz qara çöhrəsinə, həmişə cavan ağacına baxdıq. Mən bütün bu tamaşa edilməli yerlərə dostumun xatirinə heyranlıq və valehliklə baxandan sonra o kədərlə dedi ki, daha sənə göstərilməli yer qalmadı. Mən yük altından çıxmış kimi nəfəsimi dərib yüngülləşdim və fikirləşdim ki, şükür, indi ağacların kölgəsində uzanıb dincələ bilərik. Amma dostum gözlənilmədən qışqırdı. Az qala yadımdan çıxmışdı. Bizdə bir eybəcərlər anası da var. Onu mütləq sənə göstərməliyəm. Eybəcərlər anası nədir, deyə soruşdum. Çox iyrənc arvaddır, əsl iblisdir. Bu murdar arvad hər il olduqca eybəcər, iyrənc, adamı dəhşətə gətirən əcaib uşaqlar doğur və onları panoptikumlara, qəribə şeylər saxlayan adamlara satır. Bu əclaflar isə həmin arvadın yeni bir eybəcər dünyaya gətirib-gətirmədiyini bilmək üçün vaxtaşırı ona baş çəkir. Əgər doğulmuş uşaq xoşlarına gəlsə, götürüb aparır və anasına renta verir. Hər ay pul göndərirlər. İndi həmin arvadın düz 11 eybəcər uşağı var. Özü də onların hesabına əməlli başlı varlanıb. Görürəm, mənə inanmırsan, elə bilirsən zarafat eləyirəm və dediklərimin hamısını özümdən uydururam. Qətiyyən yox. Mən sənə olan şeyi lap gerçək bir əhvalat danışıram. Gedək o arvadı sənə göstərim, öz gözlərinlə gör. Sonra onun nə yolla eybəcər uşaqlar doğduğunu sənə söylərəm. Dostum məni şəhərin kənarına apardı. Bu arvad lap yolun kənarında gözəl bir evdə yaşayırdı. Hər şey göz oxşayırdı. Səliqə sahman vardı. Bağça ətirli çiçəklərlə dolu idi. Heç nə demək olmazdı. Axı bura mərhum bir notariusun evi idi. Qulluqçu qız bizi kiçik bir kənd evindəki qonaq otağına apardı və bu yaramaz arvad bizim görüşümüzə gəldi. Onun 40 yaşı olardı. İri bədənli, iri sümüklü, amma yaraşıqlı, möhkəm, güclü, bir sözlə, əsil, ətli qanlı, sağlam, inəyə oxşar bir kəndli qadın idi. O bilirdi ki, hamının ondan zəhləsi gedir. Ona görə də yanına gələnlərin hamısını qəzəbli bir hərarətlə qarşılayırdı. Bizi görən kimi, sizə nə lazımdır, deyə soruşdu. Dostum cavab verdi. Deyirlər, sizin kiçik uşağınız çox adi uşaqdır və qardaşlarına qətiyyən oxşamır. Mən bunu qəti bilmək istəyirəm. Öz gözlərimlə görmək istəyirəm ki, görüm deyilənlər düzdürmü? O bizi qaşlarının altından süzdü və cavab verdi. Yox, cənab, sizə düz deməyiblər. Əksinə bu uşaq lap eybəcərdir. Qabaqçıların hamısından lap dəhşətlidir. Allah məni qarğıyıb, bəxtim gətirmir, neyləyim? Hamısı bir-birinə oxşayır, hamısı elədir, elə bir it nəfəsi dəyib. Bilmirəm, mən bədbəxə, mən yazığa niyə Allahın qəzəbi keçib axı, niyə? O tez-tez hiləgərliklə gözünü yerə dikərək danışırdı və özünü hürkmüş vəhşi heyvan kimi aparırdı. O səsinin sərtliyini azaltmağa çalışır və özünü ağlamsınmış kimi göstərirdi. Amma adama qəribə gələn də bu idi ki, bu cür yeknəsək, kişi səsinə oxşar zil səslər elə bil yalnız canavar kimi ulamaq və azğın hərəkətlər üçün yaranmış bu yekəpər heyvərə iri sümüklü nahamar arvaddan çıxırdı. Dostum ona dedi, sizin balacaya baxmaq olmazmı? Mənə elə gəldi ki, arvad qızardı. Ola bilsin mən səhv edirəm. Biraz dayandı və çox sərt halda soruşdu. Nəyinizə lazımdır? Başını qaldırıb bizi iti və kəskin baxışlarla süzdü. Dostum sözünə davam etdi. Siz nə üçün uşağı bizə göstərmək istəmirsiniz? Axı siz uşağı çox adama göstərirsiniz. Özünüz bilirsiniz ki, kimi deyirəm. Arvad diksindi və səsinə, hərəkətlərinə, qəzəbinə sərbəstlik verərək üstümüzə bağırdı. Deyin görün buraya nə üçün gəlibsiniz, hə? Məni ələ salmaq istəyirsiniz?
Mənim uşaqlarım heyvana oxşadığına görə ona baxmaq istəyirsiniz? Siz onu görməyəcəksiniz. Qulağınızın dibini görsəniz onu da görərsiniz. Rədd olun buradan, cəhənnəm olun. Zəli kimi nə yapışıbsınız məndən? Əlini belinə qoyub üstümüzə şığıdı. Onun bağırtısını eşidən kimi qonşu otaqdan həm naləyə, həm də muyultuya bənzər bir səs eşidildi. Bu səs səfih bir varlığın şikayət dolu səsinə oxşayırdı. Mən sarsıldım və biz daldalı geri çəkildik. Dostum onu hədələdi. Yaxşı iblis. Özünü gözlə, bir vaxt bunların əvəzini səndən çıxacaqlar. Arvad qəzəbindən tir-tir əsdi, özündən çıxdı və yumruğunu hərləyib bağırdı. Cəhənnəm olun yırtıcılar, mən nəyin əvəzini verməliyəm? Hə? Rədd olun. O az qaldı ki, bizim boğazımızdan yapışsın. Tələsik ondan aralandıq, lap pərt olmuşduq. Dostum qapıdan çıxan kimi soruşdu. Gördün? Hə, gördün, xoşuna gəldi? Mən, indi danış görüm bu zibil kimdir deyə soruşdum. Əsən sərin küləyin sakit dəniz kimi dalğalandırdığı boy atmış taxıl zəmilərinin arasından keçən geniş, ağımsov yolla gedə-gedə dostum həmin qadın haqqında bu əhvalatı danışdı. Bu arvad əvvəllər fermada qulluqçu işləyirdi. Çox ehtiyatlı, təmkinli və işlək bir qız idi. Onu oğlanlarla bir yerdə görən olmamışdı. Heç kəsin gözünə onun kişiləri görəndə soyunduğu dəyməmişdi. O da başqa qulluqçu qızlar kimi biçim vaxtı axşamüstü, göyün üzünü qara buludlar bürüyüb şaqqıldamağa hazırlaşan vaxtı, havadan təndirdən qalxan ot kimi isti yağdığı və günün altında yanıb qaralmış oğlanlarla qızların bədənindən tər su kimi axdığı vaxtda günah işləmişdi. Birazdan hiss etmişdi ki, uşağa qalıb, həya və xəcalətdən az qalmışdı yerə girsin. Bu biabırçılığın üstünü örtmək, başqalarından gizlətmək lazımdı. Ona görə qarnına taxta qoydu. Kəndirlə möhkəm sarıyıb sıxdı. Qarnındakı uşaq böyüdükcə kəndiri daha möhkəm çəkir, taxtaları daha möhkəm sıxır, bütün ağrı və əziyyətlərə mərdanəliklə dözür, həmişə gülümsünür və özünü elə aparırdı ki, güya heç nə yoxdur. Əvvəlki kimi yüngül və cəhddir. O qarnını möhkəm sarıya-sarıya öz uşağını hələ ana bətnində şikəst etmişdi. Onu əzmiş və eybəcərləşdirmişdi. Uşağın başı yastılanmış, gözləri pırtlayıb irəli çıxmışdı. Qolları və qıçları üzüm tənəyi kimi uzanıb, əyrim-üyrüm olmuşdu. Barmaqları hörümçək əlləri kimi idi. Uşağın qarnı balaca qoz kimi dəyirmi idi. Arvad payız günü səhər tezdən elə taxılların arasında doğdu. Allah vuran qızlar onun başına yığılıb kömək eləmək istəyəndə, onun bədənindən çıxan eybəcər və əcaib məxluqu görüb, dəhşət içində qışqırıb qaçmışdılar. Dərhal hər yerə xəbər yayılmışdı ki, bu qız şeytan doğmuşdur. Elə o vaxtdan bu arvadın adını iblis qoydular. Qızı qovdular başqa yerə. O sədəqə ilə dolanmağa, bəlkə də kim bilir, gizlicə kişilərlə görüşməkdən əldə etdiyi qazancla dolanmağa başladı. Bir də şeytandan və cəhənnəmdən qorxmayan o qədər kişi var ki, qız da ətli canlı və gözəgəlimli idi. O özünü və əcaib uşağını saxlayıb böyüdürdü. Amma hiss olunurdu ki, uşağından nifrət edir. Həm də dəhşətli dərəcədə nifrət edir. Əgər baş verə biləcək işi əvvəlcədən duyan keşiş ona hədə qorxu gəlməsəydi və onu məhkəmə ilə qorxutmasaydı, kim bilir, bəlkə də uşağı çoxdan boğub öldürmüşdü. Ancaq bir dəfə buradan ötən oyunbazlar eşitdilər ki, bu yerlərdə çox əcaib bir uşaq böyüyür və qərara aldılar ki, həmin uşağa baxsınlar. Əgər onların istəklərinə uyğun gəlsə, alıb özləri ilə aparsınlar. Uşaq xoşlarına gəldi və arvada 500 frank nağd pul verib eybəcəri aldılar. Arvad əvvəlcə utandı və öz uşağını göstərmək istəmədi. Amma sonra başa düşdü ki, uşağın əvəzinə pul almaq olar və bu adamlar doğrudan da müştəridirlər. Başladı çənə boğaz eləməyə, uşağın eybəcərliklərini sadalayıb bir kəndli inadı ilə hər qəpikdən ötürü höcətləşib malının qiymətini artırmağa. O qorxurdu ki, onu aldadarlar. Ona görə də müştəriləri məcbur etdi ki, kağıza qol çəksinlər. Belə şərtləşdilər ki, eybəcər uşağın əvəzinə verilən nəqd puldan başqa hər il 400 frank da göndərsinlər. Elə bil eybəcər uşağı satın almırdılar, onu öz yanlarında qulluğa götürürdülər. Bu gözlənilməz qazanc arvadın ağlını başından aldı və o çox gəlir əldə etmək, varlı burjualar kimi rentaya sahib olmaq məqsədi ilə yeni eybəcərlər doğmaq həvəsinə düşdü.
arvad doğub törəyən olduğuna görə tez-tez uşaq dünyaya gətirməyə başladı. Həm də bu uşaqları istədiyi şəklə salmağa, onları hələ ana bətnində olarkən taxtalarla gah yandan, gah ortadan sarıyıb eybəcərləşdirməyə, bir-birinə oxşamayan müxtəlif şəkilli əcaiblər yaratmağa başladı. Onun uşaqlarının bəzisi upuzun, doğulub kərtənkələyə bənzəyirdi, bəzisi isə göpgödək olub xərçəngi xatırladırdı. Uşaqların ölənləri də olurdu, onda arvad yaman kədərlənirdi. Məhkəmə işçiləri bu dəhşətin qabağını almaq istədilər, amma bir şeyə nail ola bilməyəcəklərini başa düşüb geri çəkildilər. Arvaddan əl çəkdilər və arvad eybəcərlər doğmağında davam etdi. Hal-hazırda onun bu cür 11 eybəcər uşağı var. Onlar ildə analarına nə az nə çox düz 4-5 min frank gəlir gətirirlər. Uşağın birini hələ aparmayıblar. Bu uşaq anasının bizə göstərmək istəmədiyi həmin uşaq idi. Amma bu uşaq onun yanında çox qalmayacaq. Oyunbazların hamısı bu arvadı tanıyır. Gec-tez gələcəklər. Təzə bir eybəcərin olduğunu öyrənib aparacaqlar. Arvad uşaq həddindən artıq eybəcər olanda qiymət üstündə çox çənəboğaz edib baha qiymətə satmağa çalışır. Dostum sustu. Bu iyrənclikdən ürəyim bulanırdı. Qəzəbimdən titrəyirdim və onu əlimin altında olanda boğub öldürmədiyimin peşmançılığını çəkirdim. Bəs uşaqların atası kimdir deyə soruşdum. Məlum deyil. Deyəsən o ya da onlar bir balaca həya edirlər, gizlənirlər. Bəlkə də arvad öz gəlirini onlarla bölüşdürür. Bu əhvalat yadımdan çoxdan çıxmışdı. Amma yaxınlarda dəbdə olan çimərliklərin birində gözəl göyçək, zərif, hamının hörmət etdiyi, kişilərin qarşısında baş əydiyi nazlı qəmzəli bir xanım gördüm. Mən bu kurortun həkimi olan dostumla qol-qola çimərlikdə gəzirdim. 10 dəqiqədən sonra qumun üstündə oynayan 3 uşaq gördüm. Dayələri də yanında idi. Qumun üstünə balaca qoltuq ağacları atılmışdı. Mən həyəcanlandım. Gördüm ki, uşaqların üçü də şikəstir, qozbeldirlər. Ayaqları əyridir, bir sözlə eybəcərdirlər. Doktor uşaqları mənə göstərib, bax, bunlar indicə gördüyün qəşəng xanımın uşaqlarıdır, dedi. Mənim ürəyim ağrıdı. Ona və onun uşaqlarına yazığım gəldi. Yazıq arvad, heyfsiləndim. Belə dərdi olanın görəsən qaşqabağı açılarmı? Dostum mənə, əzizim, ona yazığın gəlməsin, dedi. Yazıq bu bədbəxt uşaqlardır. Anaları hamilə olanda axıracan belinin incəliyini saxlamaq istəmiş və uşaqlar bu günə düşmüşdülər. Arvad hamilə vaxtı həmişə korset bağlamışdır. Korset sıxıb bu bədbəxtləri şikəst etmişdir. Bu xanım çox gözəl bilir ki, öz həyatını təhlükəyə atır, ancaq bundan qorxmur. Ona axıracan gözəlliyini itirməmək və kişilərin xoşuna gəlmək lazımdır. Və mənim yadıma başqa bir qadın, öz eybəcər uşaqlarını satan iblis düşdü.